Ölkə cüdosuna həsr olunan podkastlarımız davam eləyir. Ölkə cüdosu ilə bağlı bütün suallara aydınlıq gətirməyə çalışacağıq demişdik ilk verilişimizdə və artıq zaman-zaman bunu daha da belə deyək, bu mövzuda işlərimiz daha da çoxaldırıq. Cüdo ilə bağlı suallar çoxdur. Avropa çempionatı ərəfəsində artıq başladı və həm bu günümüz, həm də ümumi mövzularda suallarımıza cavab verəcək əsas şəxslərdən biri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu qonağımızdır. Rəşad müəllim, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir Azər. Çox sağ olun dəvətə görə. Təşəkkür edirəm. Biz də təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Tamamilə demək olar ki, yeni növbəti başlanğıclar ərəfəsindəyik. Olimpiya oyunları keçdi. Artıq yeni 4 illiyin hazırlıqları müəyyən mənada başlayıb və bu mənada ilk böyük yarışımız deyə bilərik. Elə bu gündən başlayaq Avropa çempionatından. Hazırlıqlar hansı səviyyədə idi? Gözləntiləriniz necədir? Bəli, Avropa çempionatı belə deyək, yeni olimpiya siklinin ilk belə rəsmi yarışıdır. Sözsüz ki, reytinq xalları baxımından o qədər də çox reytinq xalı verən bir yarış deyil. Grand Slam yarışları daha çox reytinq xalı verir, amma Avropa çempionatının özünün bir statusu var. Hazırlıqlar komanda dekabr ayından artıq bu Avropa çempionatına və daha sonra keçirəcək dünya çempionatına hazırlıqlar başlayıb. Yəni çox saylı həm ölkə daxili, ölkə xarici təlim məşq toplanışları olub, yoxlama yarışları olub. Yəni Yaponiyada 3 həftəlik təlim məşq toplanışlarında olublar. Ən sonunda Macaristanda olan təlim məşq toplanışı keçilir və hal-hazırda komanda ümumilikdə hazırki belə deyək, vəziyyətdə ən optimal heyəti formalaşdırılır və Avropa çempionatına göndərilib. Təəssüf ki, komandanın liderlərindən Hidayət Heydərov xəstələndiyinə görə son gündə biz həkimlər heyətinin qərarının əsasından o yığman heyətindən çıxarmalı olduq, amma əminəm ki, onu əvəz edəcək Rəşid Məmmədəliyev də onun üçün də yaxşı bir şansdır özünü göstərmək üçün, həm də Rəşid dünya reytinqində 11-ci yerdə hal-hazırda gedən idmançıdır. Yəni Rəşidin də tam şəkildə şansı var ki, yüksək səviyyədə çıxış eləsin. Yəni 9 kişi idmançımız, 6 qadın idmançımız çıxış edəcək. Bir qədər əvvəl püşkatma oldu. Yəni püşkatmanın da nəticələri ümumilikdə götürəndə yəni nə belə çox çətindir, nə də çox asandır. Yəni həmişəki kimidir. Yəni çıxıb sadəcə döyüşmək lazımdır. Yəni əminəm ki, bizim hər bir idmançımız, yəni medal götürmə potensialına malikdir, xüsusilə kişilərdə. Bunun üçün də onlar lazımi hazırlığı keçirlər. Əslində Avropa çempionatı özlüyündə həm də iyun ayında baş tutacaq dünya çempionatına hazırlıqçında bir mərhələdir deyək. Yəni bu il üçün bizim 2 əsas yarışımız var. Yəni Avropa çempionatı da əsas yarışlardır, amma ən əsas bizim üçün dünya çempionatı bir də noyabr ayında keçiriləcək İslam oyunlarıdır. Yəni bilirsiniz ki, il ərzində komandanı pik formasına çıxartmaq ildə 2 dəfə mümkün deyil, yəni də belə deyək. Amma buna baxmayaraq əminəm ki, yəni məşqçilər heyətimiz hazırlıq prosesini ilə qururlar ki, həm dünya çempionatında, həm İslam oyunlarında, o cümlədən indi başlamış Avropa çempionatlarında maksimum şəkildə çıxış edir. Amma yenə də qeyd edim, yəni bu hazırlıq prosesidir və eyni zamanda nəzərə almaq lazımdır ki, yeni qaydalar tətbiq olunur cüdoda. Bu da öz təsirini göstərirlər. Həm hazırlıq prosesinin, həm adaptasiya prosesinin, həm taktiki məsələlərə, həm texniki məsələlərə. Bir növ bu da həm də yoxlamadan keçən müəyyən hər bir idmançının hazırlıq prosesində məqamları var. Yəni bir növ 2025-ci il bizim üçün həm də bu yeni qaydalara adaptasiya, yeni qaydaların bizə verdiyi üstünlüklər, bizim idmançılarımız üçün yaratdığı çətinliklər, həmin çətinlikləri biz necə aradan qaldıra bilərik və onun üzərində aparılan bir iş olacaq. Yəni əsas odur ki, 2026-cı ildə Bakıda keçiriləcək dünya çempionatından artıq olimpiya oyunlarına lisenziya xalları verilməyə başlanacaq. Bizim əsas hədəfimiz, yəni belə deyək, bu 4 ildə siz bayaq qeyd etdiniz olimpiya siklində birinci ən böyük bizim üçün hədəf Bakıda keçiriləcək dünya çempionatıdır və daha sonra sözsüz ki, 2028-ci il Los Angeles olimpiya oyunlarıdır.
Bu Avropa çempionatından danışmışkən adlar üzərindən də bir qısaca istəyərdim baxaq. Məsələn, Bəli. Rəşid Məmmədəliyev ümumiyyətlə qərarın son anda verilməsi, yəni həm psixoloji tərəfdən, həm də digər tərəfdən hazırdırmı? Rəşid təəssüf ki, zədələnmişdi. O deməli Bakıda keçirilən böyük dəbilqə yarışında zədə aldı və həmin zədədən sonra o təxminən bir 6 həftəlik bərpa prosesi keçdi. Ona görə Yaponiyada keçirilən təlim-məşq toplanışını buraxmalı oldu. Amma Rəşid mart ayının sonlarından, aprelin əvvəlindən artıq tam şəkildə məşqlərə başlayıb və Macaristanda keçirilən Olimpiya, belə deyək, təlim-məşq toplanışında da özünü yaxşı tərəfdən göstərdiyinə görə komanda onun baş məşqçilər heyəti, yəni onu belə deyək, ehtiyat idmançısı kimi müəyyən etmişlər. Zaten Rəşid həm də komanda yarışında heyətə daxil edilmişdi. Düz daha öncə Vüsal Qalandarzadə idi. Sadəcə o biraz zədələndiyinə görə Vüsal Qalandarzadə Rəşid Məmmədəliyevlə əvəz olunmuşdu. Yəni hətta hər şey yaxşı olsaydı, yəni Hidayət çıxış eləsəydi, Rəşid komanda yarışlarında, qarşı komanda yarışlarında hansı ki bazar günü olacaq, ayın 27-si orada çıxış etməli idi. Yəni istənilən halda Rəşid hazırlaşırdı, yəni çıxış etməyə. Təbii ki, Rəşidin o 6 həftəlik belə deyək, bərpa prosesi onun hazırlığına tam şəkildə formada olmayacaq. Yəni bunu aydındır. Yəni amma psixoloji baxımdan Rəşid belə deyək bizim deyərdim ki, komandada ən hazır idmançılardan biridir. Yəni döyüşkəndir, çalışqandır. Yəni əgər çıxırsa, yəni görüşə o əlindən gələni edəcək. Yəni ki, o sona qədər mübarizə aparacaq və əminəm ki, yəni Rəşid özünü yaxşı tərəfdən göstərəcək. Bu yarışda həm də qarışıq komanda növlərindəyik. Bu da bir fərqlilikdir, bir xüsusi haldır. Gözləntiləriniz necədir? Qarşı komanda yarışlarında bilirsiniz ki, bizim həm yeniyetmələrdə, həm gənclərdə çox yaxşı nəticələrimiz var. Yeniyetmələrdə biz Avropa çempionu, dünya ikincisiyik. Gənclərdə yenə də Avropa çempionluğumuz var. Həmin o biz qarşı komanda yarışlarında, yəni indi bizim tamaşaçıların bəziləri məlumatlı olmaya bilər. Həm kişilər, həm qadınlar çıxış edirlər. 3 kişi idmançı olur, 3 qadın idmançı olur. Onlar öz aralarında başlayırlar görüşmə və ilk 4 xalı kim toplayırsa, həmin komanda qalib gəlmiş olur. Yəni 4 qələbə. İndi soruşmaq olar ki, 3-3 olanda nə olur? Çünki elə hallarda olur. 3-3 olanda püşkatma olur, necə və həmin 6 adam arasından seçilir ki, kimlər yenidən mübarizə aparacaqlar. Və artıq orada da qızıl xal işə düşür. Yəni orada 4 dəqiqə görüş olmur. Yəni qızıl xal prinsipi ilə başlayırlar. Kim birinci fənd atdısa, yəni indiki halda məsələn bir Yukov xalı artıq qələbə gətirəcək. Bir növ qızıl xal prinsipi ilə hərəkət olunur. Yəni o görüş 10 saniyədə də bitə bilər və yaxud 8 dəqiqədə çəkə bilər. Yəni görüşün gedişatından asılıdır. Və bunu nəzərə alanda sözsüz ki, bizim hal-hazırda həmin o yeniyetmələrdə, gənclərdə mübarizə aparmış, nəticə vermiş bizim qadın idmançılarımızdan Fidan Əlizadə 57 kiloqramda çıxış edəcək. Onun komanda yarışlarında böyük təcrübəsi var, amma nəzərə almaq lazımdır ki, yeniyetmə və gənclər arasında olan mübarizə ilə böyüklər arasında mübarizə tamam fərqlidir. Yəni bizim ən azından çalışacağıq ki, 3-3-ə gəlsin. Yəni taktiki belə hədəf bundan ibarətdir. Artıq orada püşkatma bəxtimiz gətirəcəksə, bizim güclü olduğumuz çəki dərəcəsinə düşəcəksə, davam etmək şansımız yüksək olacaq. Amma biz komanda yarışları özünün gözlənilməzliyi və çox özlüyündə gözlənilməz bir idman növüdür. Amma komanda yarışları, qarşı komanda yarışları ümumiyyətlə çox gözlənilməz olur. Yəni orada, yəni məsələn Olimpiya oyunlarında sizin xatırlayırsınızsa final görüşündə, yəni 73 kiloqram çəki dərəcəsində, yəni fransız idmançı hansı ki, Hidayəti məğlub olmuşdu finalda. O çox məşhur Yaponiya idmançısı AB'ni məğlub elədi. Yəni heç kim onu gözləmirdi ki, AB'ni. Düzdür, AB 66-da çıxış edir, amma buna baxmayaraq, yəni AB'ni sonuncu dəfə düzdür, fərdi yarışlarda ümumiyyətlə heç kim məğlub eləmir və yəni ümumiyyətlə o sonuncu dəfə səhv eləmirəmsə 7-yə 8 il əvvəl uduzmuşdu hər hansı bir rəsmi cüdo yarışında. Yəni, yox, üzr istəyirəm, 2019-cu ildə Maruyami uduzmuşdu dünya çempionatında Tokyoda. Yəni, 5 il öncə uduzmuşdu. Yəni,
bütün bunları götürəndə, yəni qarşı komanda yarışları indi biz ilk görüşdə püşkatmaya görə İtaliya komandası ilə düşmüşük. Orada 73 kiloqramda bilirsiniz ki, onların çox güclü idmançısı var, Lombardodur. Düzdür, 90 və daha ağır çəkidə hesab edirəm ki, bizim idmançıların şansı daha böyükdür. Yəni, mən hesab edirəm ki, 73 kiloqramda və 57 kiloqramdakı görüşlərin nəticələri həll edici olacaq. Daha sonra isə çox güman ki, 4də 1 İtaliya komandasını keçsə, 4də 1 üzərimizə Rusiya komandası, düzdür, onlar Beynəlxalq Judo Federasiyasının adı altında çıxış edirlər. Amma əslində Rusiya komandasıdır. Yəni Rusiya komandası üzərimizə gələcək. O biraz daha çətin, biraz yox, çətin rəqibdir. Bu demək olar, çünki çox həm kişilərdə, həm qadınlarda onların heyəti daha balanslıdır, belə deyək. Ona görə amma döyüşəcəklər uşaqlar. Bizim qarşı komanda yarışlarında sonuncu çıxışımız böyüklər arasında səhv etmirəmsə 2018-ci ildə olub. Yəni ondan sonra biz böyüklər arasında qarşı komanda yarışlarında çıxış eləməmişik, böyüklər arasında. Amma artıq hazırlaşmaq vaxtıdır. Həm də biz hədəf qoymuşduq ki, 2028-ci ildə Los Angeles Olimpiyalarında qarşı komanda yarışlarında lisenziya əldə edək. Belə bu bir ilkin addımdır. Görəcəyik indi nəticəsini bazar günü. Mənim özümə də çox maraqlıdır ki, komanda necə bir mübarizə göstərəcək, necə bir əhval-ruhiyyə göstərəcək. Olimpiya oyunları üçün ümumi analiz edəndə perspektivlər görünür qarşı komanda lisenziya qazanmağa baxımından. Orada biraz başqadır lisenziya qazanmaq. Çünki orada komandaya verilmir, komanda yarışlarına görə lisenziya verilmir. Orada gərək siz fərdi idmançı olaraq lisenziya qazanasınız ki, komanda yarışında mübarizə apara biləsiniz. Orada biraz fərqlidir lisenziya qazanmaq məsələsi. Yəni, belə deyək də, biz heç olmasa bir ağır çəkidə, heç olmasa 63 və yaxud 70 kiloqramda lisenziya qazanmağımız lazımdır və yaxud 78 kiloqram çəki dərəcələrində, yəni ağır, çünki kişilərdə problem olmayacaq, o 3 nəfər edəcək və aşağı çəkilərdə də, qızlarda da problem olmayacaq. Hesab edirəm ki, 48, 52 və 57 kiloqram çəki dərəcələrində biz lisenziya qazanacaq. Amma biz heç olmasa daha ağır çəkilərdə də bir lisenziya qazanmalıyıq ki, komanda yarışlarının lisenziya qazanmaq kvota ilə də olsa, orada biraz fərqli biraz çox texnik məsələdir. Mən sizi çox yormaq istəyirəm. Amma yəni deyirəm 63, 70, 78 və 78-dən ağır çəki dərəcələri. Dördündən birində əgər biz lisenziya götürə bilsək, fərdi idmançı olaraq hesab edirəm ki, bəli, komanda yarışlarında lisenziya qazana biləcəyik. Rəşad müəllim, yer gəlmişkən qaydalarla bağlı da bir qısaca soruşum bayaq qeyd etdiniz. Bu dəyişikliklərə hər ölkə yəqin ki, bir cür hazırlayır özünü və yaxud da bir cür yanaşır. Yəni, necə düşünürsünüz, belə deyim də, yəni Azərbaycan Judo Millisinin yanaşması necədir bu qaydalarla bağlı ki, maksimum az zərərlə adaptasiya olunsun? Yox, orada məsələ necədir? Biz qaydalar artıq, belə deyək, elan olunanda bizim orada həm performans direktorumuz Richard Trautmann orada idi, vitse-prezidentimiz Elnur Məmmədli, Hakimlər Komitəsinin sədri, prezidentin müşaviri, federasiya prezidentinin müşaviri, Natiq müəllim orada idi, Bağırov. Yəni, biz qaydan kimi, elə belə deyək də, onlar qaydan kimi növbəti gün seminar elədi milli komandanın bütün üzvləri üçün, yəni yeni qaydalar izah olundu. Və ondan sonra da onlar bir neçə yarış artıq mübarizə aparıblar həmin qaydalarla. Düzdür, məsələn, Zəlim Qoçsoyev ilk dəfə çıxacaq yeni qaydalarla, amma məsələn, Zəlim üçün orada üstün olan nədir? Artıq siz fənd işlədərsən, başı yerə qoyanda məğlubiyyət verilmir. Hansoku Maki, yəni verilmir. Ümumiyyətlə heç nə verilmir, ya başı qoya bilərsiniz. Bu əslində Zəlim üçün böyük bir üstünlüyüdür. Çünki Zəlimin belə deyək, Uchimata fəndi çox güclüdür və Uchimata edərkən Zəlim qorxa-qorxa edirdi. Niyə görə? Başını yerə qoya bilərdi. Məsələn, xatırlayarsınız 2023-cü il dünya çempionatında yarım final görüşündə Kripaliklə o fəndi atdı. Orada da xal var idi, amma başını yerinə qoyduğuna görə məğlubiyyət verirlər. Ümumiyyətlə, həmin çempionatda həm Hidayət elə uduzdu Lombardiya, Səid Moğlayı ilk görüş elə uduzdu. Səhv eləmirəmsə, Kanadalı idmançı idi. Və Zəlim də belə uduzmuşdu. Məsələn, onu yığışdırıblar, gənclərdə və böyüklərdə başı yerə qoyanda artıq heç nə eləmir. Yəni, nə şido verirlər, nə belə. Diving başqa şeydir, yəni orada bir növ başı yerə qoymaq deyil, o
biraz başqa, o həmişə olub, yəni ona görə Hanso Komaka veriblər, amma fənd atarkən başın hər hansı bir hissəsinin tatamiyə dəyməsinə artıq heç nə vermirlər. Yalnız yeniyetmələrdə, yeniyetmələrin yarışında, onda da Hanso Komaka vermirlər, Shido verirlər. Yəni xəbərdarlıq. Düzdür, bu 3-cü Shido olsa uduzacaqsınız. Çünki 3 Shido məğlubiyyət deməkdir judoda. Yəni belə nüanslar var. Məsələn, bu tərəf Zəlim üçün yaxşıdır, Hidayət üçün yaxşıdır. Demək, hamı üçün yaxşıdır. Çünki hər kəs əvvəl bu məsələyə görə qorxurdu fəndlərə girmək ki, yəni başım dəyər filan. Bu bütün idmançılar üçün yaxşı olan bir məsələ oldu, fənd işlətmək baxımından. Amma digər məsələlər var ki, nüanslar var, yəni o görüşdə taktiki gedişlərə təsir edir. Yəni biz indi hər şeydə açıb burada danışmamız düzgün olmazdı. İnandırıram ki, bizim çıxışları analiz edirlər. Baxmayaq ki, Azərbaycan dilindədir, mən əminəm yəni buna və izləyirlər. Necə ki, biz də digər əsas rəqiblərimizi izləyirik. Yəni, amma onu qeyd edim ki, yəni sözsüz ki, yeni qaydalara adaptasiya olub müəyyən vaxt aparacaq. Amma ümumilikdə mənim şəxsi fikrimdir. Bunu təbii ki, başqa cür hər kəs dəyərləndirə bilər digər yoldaşlar da. Mənim fikrimcə yeni qaydalar əvvəlki olimpiya siklində olan qaydalara nisbətən daha pozitivdir, daha mütərəqqidir. Mənim fikrimcə sırf judo baxımından. Elə judodan söz düşmüşkən biz bu idman növünün taleyi ilə bağlı, daha doğrusu inkişafı ilə bağlı istəyirəm danışaq. Digər növlərlə müqayisədə, digər idman növləri ilə müqayisədə həm beynəlxalq səviyyədə, həm də bizim ölkədə tamam başqa bir inkişaf yolu keçir judo və çox açıq-aşkar görünür. Yəni bu idman növünün elitarlığı olsun, onun inkişafı olsun, yayımlar olsun, təşkilati məsələlər demək olar ki, bilmirəm, razılaşarsınız, tarixin ən yaxşı dövrlərindən biri kimi görünür, ümumi baxsaq. Buna yanaşmanız necədir? Məsələn, Beynəlxalq Judo Federasiyası biz öyrəşdiyimiz ənənəvi idman növlərində məsələn uğursuzluqlar çoxdur, problemlər çoxdur. Tutaq ki, boksda hakimlikdən bağlı dəhşətli vəziyyət var. Güləş bir dönəm az qala Olimpiya oyunlarına çıxmasına bağlı söhbətlər var. Bunlarla müqayisədə sanki getdikcə judo daha belə bir nömrəli idman növünə çevrilir, həm ölkədə, həm hər bir idman növünün özünün azarkeşi var, pərəstişkarları var, sözsüz ki. Yəni, judo idman növü bütün idman növləri arasında dünyada ən çox yayılmış idman növlərindən biridir. Və olimpiya idman növlərindən biridir, belə qeyd deyək. Söz ki, burada Beynəlxalq Judo Federasiyasının və xüsusilə onun hazırki prezidenti Marius Vizerin böyük rolu var. Yəni, bunu qeyd etmək lazımdır. Həm judo idman növünün populyarlaşmasında, kütləviləşməsində, həm qeyd etdiyiniz kimi onun azarkeşlər üçün daha başa düşülən olmasında və s. Sözsüz ki, onu mən qeyd edə bilərəm ki, yəni mən təbii ki, digər idman növlərini müzakirə etməyimiz düzgün olmaz və müqayisə aparmamız da düzgün olmaz da hesab edirəm. Amma judo idman növündə və judo ailəsində bir birlik var. Yəni, hələ ki, biz olduğumuz müddətdə bu birliyi görürük və orada hər addımda düşünülür ki, bu idman növünün, atılan addım idman növünün inkişafına nə töhfəsini verəcək. Sözsüz ki, onun qarşılaşdığı müəyyən çağırışlar da var, xüsusilə kommersiyalaşma baxımından. Çünki judo idman növü özündə mühafizəkar idman növüdür. Məsələn, həmin idman növündə hələ də mərc oyunlarına icazə verilmir. Yəni, ümumiyyətlə bu düzgün sayılmır. Düzdür, bəzi mərc idman platformaları olar, judo yarışları üçün müəyyən şeylər qəbul edirlər, amma ümumilikdə yoxdur bu. Və sözsüz ki, bu olmadığına görə həmin idman növünün kommersiyalaşması da o qədər sürətlə getmir. Bu öz təsirini göstərir. Amma idman növünün, judo idman növünün fəlsəfəsində də bu yoxdur. Əslində siz fikir versəniz, məsələn, keçmiş judoçular, xüsusilə professional və olimpiya idman səviyyəsində, dünya səviyyəsində nəticə verilmiş judoçular arasından daha sonra karyeralarını belə deyək, daha kommersiyalaşmış döyüş növlərində davam etdirənlər çox azdır. Digər idman növlərinin həddən artıq az deyərdim mən. Yəni, barmaqla sayılacaq qədərdir, bəlkə 5-i keçmirlər. Belə deyək də. Bu nədən irəli gəlir? Çünki idman növünün özünün fəlsəfəsi ora transformasiya etmək üçün hazır halında uyğun deyil, yəni belə deyək və judoçular özlüyündə özlərini
daha sonra başqa formada rahat şəkildə reallaşdıra bilirlər cəmiyyətin müxtəlif ehtiyac duyduğu sahələrdə. Həm cüdo sahəsində ola bilər və ya digər sahələrdə. Yəni ona görə onların böyük əksəriyyəti qeyd etdiyim kimi, yəni həmin o kommersiyalaşmış idman növlərində davam etmirlər, belə deyək. Buna baxmayaraq qeyd etdim, bu çağırışdır, yəni və bu istiqamətdə də Beynəlxalq Cüdo Federasiyası müəyyən addımlar atır, müəyyən məsələlər haqqında düşünürlər, müzakirə aparırlar. Amma ən əsas məsələ yaddan çıxartmayan bu olimpiya idman növüdür. Yəni cüdo, Beynəlxalq Cüdo Federasiyası həmişə onu vurğulayır. Yəni burada məqsəd sırf olimpiya idman növü kimi inkişaf etməkdir. Yəni kommersiyalaşıb da olimpiya idman növü statusu deməyək də, yəni onu ikinci plana keçirməkdir. Bunlar üçün olimpiya idman növü Beynəlxalq Cüdo Federasiyası üçün o ən əsas məsələdir. Biraz daha soruşum. Məsələn, kommersiyalaşma ilə yanaşı, kommersiyalaşma mövzusunda belə deyək, müəyyən şəxsə, müəyyən sponsorluqlara bağlılığı varmı dünya cüdosunun? Yəni belə deyək, sabah Vizer olmazsa, başqa bir şəxs olarsa, orada belə bir problem yoxdur mənim fikrimcə. Çünki ora sözsüz ki, burada hər bir federasiyanın rəhbərliyinin, mövcud rəhbərliyinin əlaqələri rol oynayır. Bu aydın məsələdir. Yəni mən bunu heç kim inkar edə bilməz. Amma əminəm ki, hazırki mərhələdəki son 15-16 ildə ki, daha çox da 18 deyək, çünki Vizer səhv eləmirəmsə, 2007-ci ildə Beynəlxalq Cüdo Federasiyasının prezidenti seçilib. Yəni o elə bir səviyyə çatdırıb ki, yəni də bundan sonra həmişə Beynəlxalq Cüdo Federasiyası rahat şəkildə özü üçün sponsorlar tapacaq və inkişaf edəcək. Və həm də mən onu da sizə qeyd edim ki, yəni idmançılar özləridir. Təbii ki, burada hər idmançıdan getmir söhbət. Olimpiya çempionları, dünya çempionları və mükafatçılarından gedir. Onlar özləri də çox rahat şəkildə sponsorlar. Həm ölkə daxilində, hansı ölkəni təmsil edirsə, həm də ölkə xaricindən yəni sponsorlar əldə edirlər. Kifayət qədər də təbii ki, bu belə deyək, bir futbolla müqayisə olunmaz şeydir və basketbolla. Təbii ki, ora tamam fərqli bir şeydir. Amma belə ümumi götürəndə o qədər də aşağı məbləğlər olmur. Yəni kifayət qədər yaxşı məbləğlər olur. Düzdür, bu sahədə bir istisna var cüdoda. Bu Teddy Riner-dir. Yəni fransız məşhur 3 qat olimpiya çempionu, 2 qat da ondan əlavə olimpiya mükafatçısıdır. Yəni 5 dəfə iştirak edib. Yəni Teddy Rinerin illik məsələn onun kommersiya müqavilələri 10 milyon avroya qədər gəlib çıxır. Yəni kifayət qədər. Onun hal-hazırda mən ən son oxuyanda bir dəyərləndirmə olmuşdu. Onun ümumi belə deyək sərvəti 200 milyon avroya qədər qiymətləndirilir. Amma bu biraz fərqlidir və nəzərə almaq lazım ki, Fransada cüdo çox populyar idman növüdür. Yəni futbol, reqbi və cüdo bu üç idman növü yəni kifayət qədər populyardır. Yəni və deyərdim ki, hətta populyarlıq müqayisə olunanda nisbətinə görə o Yaponiyada belə daha populyardır. Yəni belədir. Çünki Yaponiyada son zamanlar cüdo öz populyarlığını itirməkdədir. Yəni orada daha çox futboldur. Yox, döyüş deməyək, futbol, beyzbol belə deyək də, belə bu cür idman növləri inkişaf edir. Amma Yaponiyanın özündə də məsələn o abi bacı qardaşlarıdır, sonra onudur. Onların da böyük, yəni illik sponsorluq müqavilələri var. Yəni milyonlarla ölçülür. Yəni qeyd edir. Milyonlarla ölçülən sponsorluq müqavilələri var, yəni. Və kifayət qədər orada məsələn Yaponiyanın əsas komandasının üzvü, yəni belə də elit komanda, hansı ki o dünya çempionatına gedir, onun illik gəliri 1 milyon dollar ətrafından olur ən az. Yəni də o yarışlardan falan olan həm sponsordan əldə etdikləri, həm özlərinin klublarından əldə etdikləri maaşlardır və s. və ilax. Yarışdan elə böyük bir rəqəm deyil. Çünki mən yarışlara hamısı yazılır, baxa bilərlər. Məsələn, dünya çempionu, olimpiya çempionuna bir şey verilmir zaten. Yəni o beynəlxalq, amma dünya çempionu 30 min avro qazanır birinci yer içində. Və Grand Slam vaxtı birinci yerə 5 min avro verilir. Onun da belə deyək 20%-ni idmançı məşqçisinə verilməlidir. Yəni 5 min avronun 1000 avrosu məşqçisinə gedir, 4 min avrosu idmançıya gedir. 30 minin də 20%-i bu 6 min avro məşqçiyə gedir, 24 min avro da idmançıya qalır. Yəni bunlar hamısı zaten orada yazılır. Sənədlərə kiməsə maraqlıdırsa girib Beynəlxalq Cüdo Federasiyasının saytından baxa bilər. Həmin yarışların
əsasnamələrini, orada konkret yazılır, hansı yerə hansı mükafatlar verilir. Amma məsələn, təxminən əgər bir idmançı il ərzində 5, 6, 7 yarış güləşəcəksə, Grand Slam, dünya çempionatı və s. və oradan da əldə edəcəksə yerlər təxminən, yəni də ən az bir 20-25 min avro ancaq o yarışlardan əldə edə bilər, təxminən belə deyək. Ancaq qızıl medal qazanacaqsa bu daha çox olacaq təbii ki. Yəni bu 30 belə 50, 55, 60 min avroya qədər qalxa bilər. Amma bu digər idman növləri ilə müqayisə olunanda, düzdür, elə idman növünün var ki, onunla müqayisə olunanda böyük rəqəmdir. Amma təbii ki, futboldur, basketboldur və digər kommersiyalaşmış idman növlərinə görə çox aşağıdır. Mövzu bura gəlmişəm, məncə bu izləyicilərimizə çox maraqlıdır. İstəyirəm bu haqqda daha bir sual verim. Məsələn, beynəlxalq təcrübədə digər ölkələrdə federasiyalar, klublar, ümumiyyətlə judo belə deyək, necə maliyyələşir və yaxud da bizi də nümunə olaraq desək, nələr olmalıdır ki, yəni təbii sponsorlar gəlsin də. Yəni bizdə də var təbii ki, amma daha belə çox böyük axın olsun. Bu hər bir ölkənin özünün iqtisadi vəziyyətinə və belə deyək, həmin ölkədə idmanın ümumi inkişaf səviyyəsinə bağlı və idmanın kommersiyalaşması səviyyəsinə bağlı. Yəni bu çox vacib faktordur, yəni də bunu nəzərə almaq lazımdır. Maliyyələşməyə gələndə yenə də həmin maliyyələşmə, yenə də həmin ümumilikdə həmin ölkədə idman sisteminin maliyyələşmə prinsipinə əsaslanır. Yəni məsələn tutaq ki, elə ölkələr var ki, onlar burada bir var idman növünün maliyyələşməsi, bir də var federasiyanın fəaliyyətinin maliyyələşməsi. Bunu gərək ayırır. Əlbəttə ki, məsələn Yaponiyada daha çox maliyyələşir belə deyək, klublar üzərindən və universitetlər üzərindən. Yəni belə deyək, judo idman növünün ümumi büdcəsini nəzərə alanda, mən federasiyanın, sırf milli komandaları deyirəm, ümumilikdə götürdükdə büdcəsini nəzərə alanda daha çox maliyyələşir klublar və universitetlər üzərindən. Federasiyanın özünün xərcləri isə daha çox maliyyələşir. Məsələn, elə ölkələr var ki, onlar böyük əksəriyyəti, məsələn, fəaliyyətlərinin böyük bir hissəsini, 50-60%-nə qədər maliyyələşir dövlətdən aldığı vəsaitlər. Yəni bu ya İdman Nazirliyi tərəfindən olur, yaxud da həmin ölkə Milli Olimpiya Komitəsi üzərindən olan bir maliyyələşmə mexanizmi olur. Yerdə qalansı sponsorluğu və digər gəlirlər. Məsələn, elə ölkələr var ki, məsələn Rusiyada, onların fəaliyyətinin böyük bir hissəsi mərc oyunlarından gələn gəlirlər hesabına formalaşır. Məsələn, Rusiya Judo Federasiyasının titul sponsoru, baxmayaraq ki, mərc oyunlarına Fonbetdir. Niyə görə? Çünki onların fəaliyyətinin demək olar ki, 60-70% Fonbet üzərindən gəlir. Birbaş onlara maliyyələşmə gəlir. Və təbii ki, onlar da konkret bir yazılıb çıxaraq xərcləyə bilərlər. Məqsədli təyinatlı olan maliyyələşmələrdir. Yəni. Məsələn, bu Rusiyada belədir. Türkiyədə də, məsələn, Türkiyənin özündə də mərc oyunları üzərindən gələn maliyyələşmə federasiyalara birbaşa gəlir o. Təbii ki, orada İdman Nazirliyinin də nəzarəti olur. O da öz rolunu oynayır. Azərbaycanda isə ümumilikdə götürdükdə, söz ki, burada Gənclər İdman Nazirliyinin də müəyyən böyük dəstəyi var. Yəni, dövlət tərəfindən birbaşa maliyyələşmə. Amma bizdə əsasən federasiyanın fəaliyyəti, bütün federasiyanın fəaliyyəti sponsorları üzərindən maliyyələşir və yerdə qalan müəyyən bir hissədə maliyyələşir, belə deyək, Gənclər İdman Nazirliyinin verdiyi dəstək, birbaşa dəstək. Amma ümumilikdə götürdükdə Azərbaycanda nəzərə almaq lazımdır ki, idmanın inkişafı üçün böyük vəsait ayrılır sırf uşaq gənclər idman məktəblərinə. Yəni, klublarımız təəssüf ki, çox azdır. Mən təbii ki, futbol klublarını kənara qoyuram, biraz futbolda fərqlidir. Amma ümumilikdə götürdükdə öz fəaliyyətini təmizləyən və maliyyələşdirən və yaxşı da, belə deyək, maliyyə vəsait ayıran, məsələn, judo klubları çox azdır. Yəni də belə deyək. Bizdə adətən judo klubları bir məşqçi və yaxud iki məşqçini yığışıb yaratdığı bir klublardır. İnstitusionallaşmayıblar, inkişaf eləməyiblər. Yəni, klub kimi deyə biləcəyimiz, yəni də 10 təşkilatı keçməyəcək ki, onlar doğrudan da klub kimi formalaşıblar. Amma uşaq idmanının inkişafı ilə bağlı, gənclər idmanının, yeniyetmə idmanının inkişafı ilə bağlı bu həm Təhsil Nazirliyinin, Elm və Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən, həm də Gənclər İdman Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq gənclər idman məktəbləridirlər. Və orada da həmin o məktəblərə dövlət kifayət qədər böyük vəsait ayrılır və hesab edirəm ki, yəni o vəsaitlər
imkan verir ki, verməlidir ki, biz uşaq və gənclər idmanını inkişaf etdirək və əslində də bu dəqiqə mən sizə onu deməliyəm. Yəni, olimpiya idman növlərinin inkişafında həmin uşaq gənclər idman məktəbləri böyük rol oynayır. Çox böyük rol oynayır. Bir çox əsas məsələn bizim əgər siz judo idman növündən danışsaq, məsələn 13 saylı uşaq gənclər idman məktəbi var. Və yaxud Sumqayıtda 1 saylıdır, 2 saylıdır, Gəncənin özündədir. Və Bakının özündə yenə də tək 13 saylı deyil, 1 saylı, 8, 10, 6. Yəni bizim əsas uşaq və yeniyetmə judomuz orada. Nə vaxt ki, onlar ki, çatırlar 17-18 yaşlarına, çünki onlar müəyyən vaxta qədər qala bilərlər, yaşa qədər qala bilərlər. Artıq oradan çıxandan sonra əsas keçid problemi də bütün idman növlərində müşahidə olunur, orada başlayır. Çünki artıq onlar uşaq gənclər idman məktəblərindən qala bilmir, klublara keçməlidirlər. Və siz klublarda da əgər onu inkişaf eləmirsə və klublar da dəstək göstərə bilmirlərsə və idmançı da düşə bilmirsə milli komandaya, o biraz çətin olur ona idmanı davam etdirmək. Ona görə məsələn biz bu ildən liqa yarışlarına başlamışıq və reytinqlər formalaşacaq. İlin sonunda da həm klublara, həm idmançılara, həm onların məşqçilərinə bir mükafatlandırma sistemimiz olacaq. Təbii ki, bu böyük bir rəqəm deyil. Yəni bu onların həyatını belə radikal şəkildə onların rifah səviyyəsini qaldıracaq bir rəqəmlər deyil, amma ən azından nədənsə başlamaq lazım idi və biz artıq bu liqa yarışları hal-hazırda gedir əslində. O 14 bitdi, 17-nin də ikinci günü bugün bitdi, sabah axırıncı günüdür. Məsələn, o 14 liqasında 550 nəfər, o 17 liqasında 850 nəfər idmançı iştirak edirdi. Ya bu liqalarda il ərzində 4 dəfə olacaq, 4 yarış olacaq, reyting formalaşacaq və s. və ilə axır onunla bağlı bizim bir mətbuat konfransımız da olmuşdu, orada izah eləmişdik. Bu həm nəyə imkan verir? Həm idmançılar çoxlu yarış görürlər. Bunlar yəni də bilirlər ki, hər 2 aydan, 3 aydan bir belə bir yüksək səviyyəli yarış var və ölkə daxilində hazırlaşırlar. Ya məşqə getməyə həvəslər olur. Çünki yarış olmasa idmançı niyə məşq eləsin ki? Yəni həm də bir yarış, bir rəqabət mühiti gətirir idman növünə və biz onu gördük, yəni bizi çox sevindirdi ilkin bizim bu yarışın belə müsbət qarşılanmağı və təbii ki, bu bizim bu il üçün ilkin təcrübəmizdir. Növbəti il indiki təcrübəmizdən çıxış edərək çatışmazlıqları görüb daha da təkmilləşdirmək fikrindəyik. Bir növ turnirlər liqa formatından əvəz olunur da, yoxsa turnirlər də qalır? Yox, turnirlər yox idi əvvəl turnirlər. Siz əvvəllər necə idi? Əvvəllər regional birinciliklər olurdu. Yəni Bakı şəhər birinciliyi, Sumqayıt şəhər, Qərb regionu və s. belə 8 bizim regionumuz var. Regionun birincində yer tutan uşaqlar gəlirlər Azərbaycan birincinin çempionatına. Orada da yer tutunursa gedirdin belə deyək də milli komandanın üzvü. İndi belə olmayacaq. İndi il ərzində 4 liqa yarışımızdır. Bir Nevaz yarışımız, yəni parterdə olacaq. Regional yarışlar olacaq. Axırda da Azərbaycan birinciliyi olacaq. Və bunun nəticəsində gördünüzmü neçə yarış olur? 5, 6, 4, 5, 6, 7 yarış olur il ərzində. Yəni əvvəl bu yox idi. Yəni əvvəl cəmi 2 yarış idi. Regional birincilik, Azərbaycan birinciliyi və çempionatı. Onun nəticəsində sən milli. Amma indi bunun milli komandaya seçmədə bu 7 yarış nəticəsində toplanmış xallara görə olacaq. Yəni sən bir dənə Azərbaycan birinciliyində yer tutmaqla artıq düşə bilməyəcəksən. Gərək sən heç olmasa bu 4-5 yarışda nəticə göstərəsən ki, o xalı toplayasan ki, reytingdə yuxarıda olasan və milli komandaya seçiləsin. Eyni zamanda da ilin axırında da buna görə də həm də reytingdə olur, mükafat alacaqsın. Sanki bu daha ədalətlidir. Bu həm də klublara da biz mükafat verəcəyik. Klubların da reyting sistemi olacaq. Bütün elə bilin ki, təxmini kolu şəkildə deyirəm. Bütün klubun idmançılarının verdiyi nəticələrin xallar toplanacaq. Cəmi nədirsə, həmin klubun reytinqi olacaq. Kim yuxarıdadırsa kifayət qədər də, yəni böyük bir məbləğdə mükafat əldə etmiş olacaqlar.